Gürcüstanda azərbaycanlı gənc yol qəzasında həlak olub. Hadisə dünən Qardabani rayonunda baş verib. 18 yaşlı Aidə Qurbanova avtomobil qəzası nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır. Uyğunsuzluq aşkarlanan 3 ton yer fındığı məhsulunun satışa çıxarılmasının qarşısı alınıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri nəticəsində Mors Trading MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş yer fındığı məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib. Laborator müayinə nəticəsində alfa-toksin B1 və total alfa-toksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. 3 ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.